İndiki zamanda hamı arıqlamağı fikirləşir. Bir tərəfdən yaxşıdır arıqlamaq, amma düzgün arıqlamaqdan söhbət gedir. Cürbəcür çaylar, cürbəcür vasitələr içməkdən yox. 6-dan sonra yemək yemirlər. Niyə yemirsiniz 6-dan sonra? Niyə məhz 7-dən sonra yox, 8-dən sonra yox, eminlə 6-dan sonra? Bəyəm 6-dan sonra yediyimiz kotlet yağdır, 6-yacan yediyimiz zülaldır. Amma mən sizə deyim ki, 7-də də yemək olar, 8-də də, 11-də də, lap 12-də də. Sadəcə yeyib yatmaq lazımdır. Mədəni doldurub yatmaq dərhal lazım deyil ki, yataqda o tərəfə bu tərəfə fırlanıb fikirləşməyəsiniz ki, mən bu kotleti niyə yedim? Bəs nə etmək lazımdır? Biz yediyimiz kaloriləri yandırmalıyıq. Yandırmaq da idman, aktivlik, adi gəzinti, yürüyüş. Mən sizə deyim ki, yürüyüş eləmək bir saata təxminən, yəni iti gəzinti bir saata təxminən 700 kalori yandırır. İdman zalında ştanqal xızmaq isə 500 kalori yandırır. Yox, siz əzələ kütləsi yığmaq istəyirsə, təbii ki, zala gedin. Amma arıqlamaq məqsədi ilə idman eləmək istəyirsinizsə, yürüyüş eləsəniz təbii ki, kifayətdir. Müəyyən kaloriyi də orqanizm özü sakitlikdə yandırır. Bu ürəyin işləməsinə, böyrəyin, qaraciyərin, beynin, əzələlərin işləməsinə. Misal üçün, qadınlar bir gündə 1200-1500 kalori yandırır, kişilər 1500-1800 kalori, bu idmansız, filansız yandırırlar bu kalori. Və qeyd edim ki, bu zülallardır, yağlardır, karbohidratlardır. Bunlar orqanizmə onsuz da lazımdır. Yəni, tam karbohidratları, yəni un məmulatların, kartoşkanı, şəkəri tam kəsmək, bu da məsləhətdir. Yox, əgər siz tam kəsmək qərarına gəlmişsinizsə, karbohidratları, onda heç olmasa meyvələrdən bu karbohidratları qəbul edin. Çünki karbohidrat da orqanizmə lazımdır. Və yaxud da bəziləri fikirləşir ki, mən yağlı yemək yesəm, yağ yesəm, deməli kökələcəm. Amma mən sizə deyim ki, müəyyən qədər yağ da lazımdır. Yağ bağırsağa düşür, öd başlayır bağırsağa axmağa ki, o yağı parçalamağa, sadə dildə izah eləyirəm. Yəni, emulqasiya deyirlər. Yəni, öd yağları emulqasiya edir, həzmin yaxşılaşdırır. Yağlı yeməyəndə də o tərəfdən öd durğunluğu yaranır, öd qatılaşması yaranır, sonra öddə də daşlar yarana bilər. Bu da gətirib çıxardır cərrahi əməliyyatlara. Ona görə bu balansı düzgün tutmaq lazımdır ki, biz sutkalıq norma var. Yəni, internetdə baxsanız var, sutkalıq nə qədər zülal lazımdır, nə qədər karbohidrat lazımdır, nə qədər yağlar lazımdır orqanizmə. İkinci bir məqam da ki, bəziləri tam aclıq eləyir. Bütün günü qatıq yeyir, nə bilim, yoğurt yeyir. Qeyd edək ki, yoğurtun da kifayət qədər kalorisi var. Amma aclıq eləyirlər və sonra deyirlər ki, doktor, mən heç nə yemirəm, amma kökəlirəm. Maraqlı sualdır. Və yaxud da arıqlamışdım, indi birdən-birə kökəldim təzdən. Əvvəlkindən də çox kökəldim. Niyə? Niyəsini də mən sizə izah eləyim. Bunlar insanlarda arıqlamaq məqsədi ilə yemək yeməyəndə orqanizmdə bədən özü aclıq hiss edir. Bədən özü kalorini itirmək qorxusuna düşür və ona görə başlayır həmin yağları, piyləri orqanizmdə saxlamağa, itirməyə qorxur bunu. Nəticədə nə olur? Yemək yemirəm, amma kökəlirəm. Çünki bədən, orqanizm o kaloriləri qorumağa saxlayır. Və yaxud da arıqlamışdım, bədən o qədər aclıq hissinə düşüb ki, orqanizm birdən-birə başlayır kalori yığmağa və əvvəlkindən də çox kökəlir. Nəticədə siz nə vaxt istəsəniz yemək yeyə bilərsiniz, mütləq 4-6-dan sonra ac qalasınız. Lakin aktivlik lazımdır. Aktivlik. Bu yediyiniz kalorilər yandırılmalıdır. Yeməyinizdən çox, yediyiniz, qəbul elədiyiniz kaloridən çox yandırasınız, arıqlayasınız. Qəbul elədiyinizdən az kalori qəbul edəcəksiniz, təbii ki, kökələcəksiniz. Yəni, düzgün arıqlama, düzgün həyat tərzi budur, dostlar. Cürbəcür çaylar içirlər. İnanın, o çayların da o qədər fəsadları olur ki, cürbəcür arıqlamaq üçün dərman vasitələri qəbul edirlər. Bunların heç birinə ehtiyac yoxdur. Yalnız düzgün həyat tərzi, yürüyüş, gəzinti və düzgün balans. Para çörəyi yeyib divanda uzanmaq yox. Yemək yeyəndən sonra mütləq durub gəzmək lazımdır və yaxud da qaçmaq, o qərar sizindir. Axır aktiv olmaq lazımdır. Ümid edirəm ki, 5 dəqiqə ərzində sizə faydalı məlumat verdim. Kanalımıza abunə ola bilərsiniz. Tək sağlam olun, tək yaxşı olun, çox sağ olun, minnətdaram.